Salam əziz şagirdlər, bugün trigonometrik funksiyalar mövzusunun ilk bölməsinə baxırıq. Suallı izahına keçməzdən əvvəl deməli, ədəd oxunda trigonometrik funksiyaların bəzi dərəcə ölçülərinin qiymətinin hesablanmasını izah edəcəm sizə. X oxu, kosinus oxu adlandırırıq. X oxu, Y oxuna sinus oxu kimi baxırıq. Sinus Y. Bildiyimiz kimi saat əqrəbinin əksi istiqamətində rubləri təyin edirik. Ona görə də dərəcəmiz başlayır 0, 90, 180, 270 və 260. Sinus kosinusun qiymətlər çoxluğu 1 mənfi 1 parçası olduğu üçün ədəd oxunu deməli əvvəlcə qiymətləndirək. İndi 0 dərəcədə kosinusu soruşsa bizdən, deməli 0 dərəcədə kosinusun qiyməti həmin oxun üzərində hansı trigonometrik funksiya varsa qiyməti həmin ox üzərindəki qiymətə bərabərdir. Yəni 0 dərəcədə kosinus x-in qiyməti 1-ə bərabərdir. 360 dərəcədə kosinus x-in qiyməti 1-ə bərabərdir. X oxunda Y sinus olmadığı üçün 0 dərəcədə sinusun qiyməti 0-a bərabərdir. 360-da sinusun qiyməti 0-dır. Məsələn, 270-də sinusun qiyməti mənfi 1-dir, kosinusun qiyməti 0-dır. Çünki 270 dərəcə Y oxu üzərindədir. 180 dərəcədə, buranı da adlandıraq, qarıxmayaq. 180 dərəcədə kosinusun qiyməti mənfi 1-dir. Bu oxda Y sinus olmadığı üçün 180 dərəcədə sinusun qiyməti 0-a bərabərdir. Yəqin ki, bu izahımız anlaşıldı. Və yaxud əzbərləyə bilərsiniz düsturları. Birinci sualla başlayaq. 40 dərəcəli bucağı radianla ifadə etmək istəyir bizdən. Bilirik ki, dərəcəni radiana çevirmək üçün dərəcəni 180-də pi-yə vurmaq lazımdır. Sıfırları atırıq. 4-lə 18-i 2 ixtisar aparsaq, 9-da 2 pi. İkinci sual. Radian ölçüsü pi bölünsün 5 olan bucağın dərəcə ölçüsünü istəyir bizdən. Bildiyimiz kimi pi-nin qiyməti 180 dərəcədir. Pi-nin əvəzinə 180 yazsaq, 180 böl 5, 36 dərəcə almış oluruq. Üçüncü sualımız. Deməli, 3 sinus pi çıx 4 kosinus pi üstə gəl 2 tangens pi bölünsün 4. Sinus pi bildiyimiz kimi 180 dərəcədir. Sinus pi-də deməli sinus pi 180 dərəcə x oxu üzərində olduğu üçün sinus yox idi, yəni pi də 0-a bərabərdir. 3 vuraq 0, çıx 4 vuraq kosinus pi x oxunun sol tərəfi idi, yəni mənfi qiyməti idi, mənfi hissəsi idi, kosinus mənfi 1-ə bərabər olur. Üstə gələk 2 vuraq tangens 45-də də 1-ə bərabər olduğunu bilirik. Bu oldu 0. 4 mənfini mənfiyə vursaq müsbət, üstünə də 2 gələndə 6 A bəndi. Keçək növbəti sualımıza. Deməli, 4-cü sual. Kosinus 2-də 3 pi. 5 kosinus. Deməli, kosinus 2-də 3 pi. Pi bildiyimiz kimi 180-dir. 2-də 3 pi 270 dərəcə eləyir. Kosinus 270-də 0-a bərabərdir. Çıxılsın 2 vuraq. Sinus 270-də mənfi 1-ə bərabərdir. Üstə gələk 3 kotangens pi bölünsün 4-də 1-ə bərabərdir. Yəni 45 dərəcə. Bu ilədir 0, mənfini mənfiyə vursaq müsbət 2, üstünə də 3 gələndə 5. Yəni C bəndi. Keçək növbəti sualımıza.
5-ci sual eynən incə yazdığımız 3-4-cü sualla eynidir deyə 5-ci sualın icazə sizə qalsın. 6-cı sualımıza baxaq. Deməli, x bərabərdir pi bölək 6. Fx bərabərdir kosinus 2x çıx sinus 3x çıx tangens 6x bərabərdir. Deməli, kosinus 2x. Biz bilirik ki, fx yazılışı x-in qiyməti verilibdirsə, yəni harada x görürük, aparıb yerinə pi bölünsün 6 yazmalıyıq. Gətirək, harada x görürük, yerinə pi bölü 6 yazaq. Yəni, kosinus 2, x-a çatdıqda əvəzinə yazıram. Pi bölü 6 çıxaq, sinus 3, x-in yerinə yazıram pi bölü 6, çıxaq, tangens 6 vuraq, pi bölü 6. Bərabərdir. Deməli, kosinus 2 ilə 6 getdi, qaldı 3, pi bölü 3. Pi bölü 3, pi 180 olduğuna görə 183-ə bölsəm 60, yəni bu deməkdir ki, kosinus 60 dərəcə. Çıx, 3 ilə 6 getdi, burada qaldı 2. Sinus pi bölü 2, yəni pi 180 olduğu üçün 2-yə də bölsəm 90 dərəcə. Çıx, tangens pi, yəni 180 dərəcə. 6-lar gedir, qalır 180 dərəcə. Bərabərdir. Kosinus 60-da 2-də 1-ə bərabərdir. Çıxılsın, sinus 90 1-ə bərabərdir. Tangens 180 0-a bərabərdir. Tangens sinusun kosinusa nisbətidir. 180 də sinus 0-dır. Kosinus mənfi 1-dir. 0-da mənfi 1-ə bölsək 0 eləyər. Yəni, cavabımız olur 2-də 1-dən 1-i çıxırıq. Yəni, mənfi 2-də 1. Və yaxud onluq kəsirlə desək, mənfi 0,5. D bəndi. Daha sonra baxaq, misal nömrə 8-ə baxaq. 7 eyni ilə 6-dan da siz yazarsınız. 8-ci sualda düzbucaqlı üçbucaqda trigonometrik ifadələrin qiymətinin hesablanmasıdır. Əvvəlcə gəlin düzbucaqlı üçbucaqda trigonometrik ifadələrin qaydasına baxaq. Qaydamız nə idi? Deməli, üçbucaqda sinusu tapmaq üçün qarşı katetin hipotenuza nisbəti ilə tapırdıq. Kosinusu taparkən bitişik katetin hipotenuza nisbəti ilə tapırdıq. Tangens qarşı katetin bitişik katetə, kotangens bitişik katetin qarşı katetə nisbəti ilə tapılır. İndi bizdən istədiyi ifadəmiz deməli sinus alfa vurulsun kosinus alfanın qiymətinin hesablanmasıdır. Əvvəlcə alfa verilənləri qeyd eləyək. B, C, A. Qaydada dedik ki, bucağın sinusunu taparkən qarşıdakı katetin hipotenuza nisbətini yazırıq. Yəni, qarşıdakı katetimiz A-dır, hipotenuzumuz C-dir. Vurulsun, kosinusu taparkən bitişik katetin hipotenuza nisbəti yazılır. Yəni, B-nin C-yə nisbəti bərabərdir. B-ni buradan silək içəri yazaq ki, qarışmasın. O da bərabərdir. C-ni C-yə vurduqda C kvadratı, A-nı B-yə vurduqda AB. Yəni, AB bölünsün C kvadratı B bəndi. Növbəti sualımıza keçək. Kosinus 243 dərəcə ilə kosinus 350 dərəcənin işarəsini müəyyən edək. Deməli, bunun da işarəsini ən rahat üsulu yenə koordinat sistemində baxmaqdır. Əzbərləyə bilərsiniz, amma koordinat sistemində daha rahat tapa bilərik. Dediyimiz kimi, x oxu kosinusu göstərir, y oxu sinusu.
Yəni burada kosinusun mənfi hissəsidir, burada sinusun müsbət mənfi hissəsi. Deməli, birinci rüblərimizi qeyd eləyək. Sadə əqrəbin əksinə hərəkət eləyirik. Birinci, ikinci, üçüncü, dördüncü rüb. Birinci rübdə kosinusun işarəsinə baxaq. Birinci rübdə olan hər hansı bir nöqtədən işarəsini tapmaq üçün x oxuna doğru indikdə, yəni kosinusa, burada işarə nə olur? Müsbət. Deməli, birinci rübdə kosinusun işarəsi müsbətdir. Eyni qaydada həmin nöqtənin sinusuna getsəm müsbətdir. İkinci rübün kosinusu mənfidir. Sinusu yenə həmin hər hansı bir nöqtə götürsək getsək, sinusu müsbətdir. Üçüncü rübün kosinusu mənfidir. Sinusu yenə də mənfidir. Dördüncü rübdə kosinus müsbətdir. Sinus mənfidir. Bu qayda ilə ədəd oxunda rahatlıqla işarəni təyin edə bilərsiniz. İndi gəlin baxaq bizə verilmiş bucağa. Bizə verilibdir, deməli, kosinus 243 dərəcə. Kosinus 243 dərəcə bildiyimiz kimi 3-cü rübün bucağıdır. 3-cü rübdə kosinusun işarəsi mənfidir. Deməli, A-nın işarəsi mənfidir. Kosinus 350 dərəcə 4-cü rübün bucağıdır. 4-cü rübdə kosinus müsbət olduğu üçün B-nin işarəsi müsbətdir. Yəni A kiçikdir 0-dan, B böyükdür 0-dan. Y bəndi. Keçək növbəti sualımıza. 10-cu suala aid izah elədiyimizə görə birbaş keçək. 13-cü suala, 11-12-yə də baxdıq. Buna aid suallara baxmışıq. 13-cü sualımıza baxaq. Deməli, sinus kvadratı pi bölək 6. Üstə gələk, kosinus kvadratı pi bölünsün 3. Üstə gələk, sinus kvadratı pi bölünsün 4. Üstə gələk, tangens kvadratı pi bölünsün 3. Çıxılsın, kotangens kvadratı pi bölünsün 6-ya baxaq. Deməli, pi bildiyimiz kimi 180-dir, 186-ya böləndə 30-dur. Sinus 30 dərəcədə 2-də 1-ə bərabərdir. Ancaq kvadratı var deyə 2-də 1-in kvadratı yazırıq 4-də 1. Üstə gələk, kosinus pi bölünsün 3. Pi bölünsün 3, deməli 60 dərəcədir. Kosinus 60-da 2-də bərabərdir. 2-də 1-ə bərabərdir. Kvadrat olduğu üçün yazırıq 4-də 1. Üstə gəl. Pi bölünsün 4, 45 dərəcədir. Sinus 2-də kökdə 2-yə bərabərdir. Kvadratı 2-də kökdə 2-nin kvadratı eləyir 4-də 2, yəni 2-də 1. İxtisar apara bilərik, hələ ki qalsın. Tangens kvadratı pi bölünsün 3. Tangens pi bölək 3 60 dərəcədir. Tangens 60-da kökdə 3-ə bərabərdir. Kvadrat olduğu üçün 3 alınır. Bərabərdir. 4-də 1-in üstə 4-də 1 gəldim. 4-də 2, üstünə 4-də 2 gələndə 4-də 4. 4-də 4 1 deməkdir. Üstünə də 3 əlavə eləsək 4 alarıq. Baxaq növbəti sualımıza. Nəyi səhv elədik? Çıxaq burada. Kotangens kvadratını biz nəzərə almamışıq. Burada çıxaq. Kotangens kvadratı pi bölək 6 da var imiş. Kotangens kvadratı pi bölək 6. Yəni, kotangens pi bölək 6-da 30 dərəcədə kotangens kökdə 3-dür. Kvadratı 3 eləyir. 4-dən də 3-ü çıxsaq 1. Yəni, Y bəndi. Baxaq 14-cü sualımıza. Deməli, kosinus alfa vurulsun, tangens alfanı istəyir bizdən. Alfaya da veribdir. Mənfi pi bölünsün 3. Gəlin yazaq. Kosinus, harada alfa görsək, yerinə qiymətini yazırıq. Mənfi pi bölünsün 3. Vurulsun, tangens mənfi pi bölünsün 3. Əvvəlcə bunu qeyd eləyək ki, trigonometrik funksiyalardan yeganə kosinus funksiyasıdır ki, mənfini çölə çıxartmır. Ona görə də burada mənfini çölə çıxartmadığı üçün kosinusun işarəsi, arqumentin işarəsi mənfi müsbət olur. Ancaq tangens mənfini çölə çıxardır deyə bu mənfini veririk ifadənin qarşısına.
Kosinus pi bölü 3 kosinus 60'dır. 60'da kosinusun qiyməti 2-də 1-dir. Vurulsun. Tangens mənfini çıxartmışdır. Pi bölünsün 3 60 deməkdir. 60'da tangensin qiyməti kökdə 3-dür. Ona görə də alırıq mənfi 2-də kökdə 3, yəni D bəndi. Keçək növbəti sualımıza. 15'də eynən bu misaldandır. 16. Mənfi 75 dərəcəni radianla ifadə edin. Birinci sualda dediyimiz kimi mənfi ilə işimiz yoxdur. Dərəcəni radiana çevirmək üçün 180'də piyə vurmaq lazımdır. 17-ci suala baxaq. Bizə deyir ki, yenə də ifadənin hansının qiyməti müsbətdir, işarəni təyin etməkdir. Müsbəti istəyir bizdən. Birinci ifadəmiz nədir? Kosinus 1. Kosinus 1 radian deməkdir. 1 radianımız 57 dərəcə olduğu üçün əvvəlcə bunu dərəcəyə çevirək. Yəni 1-i vururuq 57-yə, kosinus 57 dərəcə. 57 dərəcə birinci rübün bucağı olduğu üçün kosinus birinci rübdə müsbətdir. Gəlin bu ədəd oxunu burada balaca bir formada qeyd eləyək. 0, 90, 180, 270, 360. Deməli, 0 dərəcədən 90 dərəcəyə kimi birinci rüb olduğu üçün 57 dərəcədə kosinusun işarəsi nədir? Müsbət. Deməli, 1-i götürürük. İkinci bizə deyir kosinus 154 dərəcə. Kosinus 154. 154 dərəcə deməli ikinci rübün bucağıdır. İkinci rübdə kosinusun işarəsi mənfidir. Deməli götürmürük. Bizdən müsbəti istəyir. Üçüncü kosinus 4 dərəcə. Kosinus daha doğrusu 4 radiandır. Radian dərəcəyə çevirmək üçün 4'ü nəyə vururam? 57 dərəcəyə vururam. Bu deyir kosinus 228 dərəcə. 228 dərəcə 3-cü rübün bucağıdır. 3-cü rübdə kosinusun işarəsi mənfi. 3'ü götürmürəm. Dördüncü sualımıza baxırıq. Daha doğrusu bəndimizə baxırıq. Kosinus 900. Deməli, kosinus 900'ü biz bildiyimiz kimi kosinusun tam bir dövrü ümumiyyətlə vahid çevre olduğundan ədəd oxunda tam bir dövrümüz 360 dərəcədir. 900'dən 360'ın misillərini çıxırıq o vaxta kimi ki, bu 360, 0-360 aralığına düşsün bucağımız. Yəni, 900'dən çıxırıq 360'ın 2 misli, yəni 720'ni alırıq kosinus 180 dərəcə. Kosinus 180 dərəcə oxun özüdür, mənfi hissəsidir deyə qiyməti mənfi 1'ə bərabərdir. Yəni bunu da atırıq, bizdən müsbəti istəyirdi. 5-ci kosinus 259 dərəcə. Kosinus 259 dərəcə 3-cü rübün bucağıdır və 3-cü rübdə kosinusun işarəsi mənfi olduğu üçün 5'i də götürmürük. Yəni cavabımız olur Y bəndi. Yalnız 1. Baxaq 18-ci sualımıza. 18-ci sualın həllini şifahi qaydada hələ ki deyək. Deməli, sinus alfa bərabərdir 2-də kökdə 3'dür. Alfa da deyir ki, birinci rübün bucağıdır. Alfa 0 deməli alfa üzr sayın, ekranı düzəltdik. Deməli, alfamız neçənci rübdə? Birinci rübdədir. 0 pi bölü 2, yəni 0,90 arası deməkdir. Sinus alfanın 2'də kökdə 3'ü alır birinci rübdən 60 dərəcədə. Deməli, alfanın qiyməti nə imiş? 60 imiş.
alfa bərabərdir 60-a. Kosinus, indi bizdən istədiyi ifadənin qiymətini tapaq. Pi bölək 6 30 dərəcə deməkdir. Üstə gələk alfa, yəni 60 dərəcə eləyir neçə? Kosinus 90, yəni kosinus da 90-da nəyə bərabərdir? 0-a bərabərdir, D bəndi. 19-cu sual. Deməli, bizdən istəyir fx veribdir, j fx istəyir. Biz buna nə deyirik? Mürəkkəb funksiya deyirik. J fx yazılışı o deməkdir ki, j funksiyasında harda x gördük, yerinə fx-in ifadəsini yazmalıyıq. Yəni, j funksiyası nədir? Kosinus x, x-a çatanda dayanıram. X-in yerinə fx-in qiymətini yazıram. Fx-in qiymətini bizə özü veribdir neçə? Pi bölünsün 3. Deməli, mən harda x gördüm? J funksiyasında yerinə fx-in qiymətini, yəni pi bölə 3 yazıram. Kosinus pi bölə 3, üstə gələk 1. Bərabərdir. Kosinus pi bölə 3-də 60 dərəcədir. Kosinus 60-da 2-də 1-ə bərabərdir. Üstünə də 1 gəlsəm, 1 tam 2-də 1. Və yaxud cavabı düzgün olmayan kəsirlə veriblər, 2-də 3 formasında deyə bilərik. Yəni, A bəndi. Aha, növbəti sualımız. Hansı ifadənin qiyməti mənfidir? Yenə də rüblərdə işarəyə baxırıq. Yəni, gəlin ədəd oxunu çəkək burada. Rüblərimizi qeyd eləyək. Daha doğrusu dərəcə ölçüsünü qeyd eləyək. 0, 90, 180, 270, 360. Aha, indi bizə deyir ki, kosinus 145 dərəcə. 145 bildiyimiz kimi ikinci rübdür. İkinci rübdə kosinusun işarəsi mənfidir. Vurulsun. Bunu da qeyd edeyim tangens kotangensin işarəsinə. Tangens sinusun kosinusa, kotangens kosinusun sinusa nisbəti ilə tapıldığına görə sinus kosinusun eyni işarəli olduğu rüblərdə tangens kotangensin işarəsi müsbətdir. Yəni sinus kosinusun hər ikisinin müsbət olduğu rüb birinci rübdür. Hər ikisi müsbətdir. Yəni tangens birinci rübdə müsbətdir. Sinus kosinusun üçüncü rübdə hər ikisinin işarəsi mənfi olduğuna görə tangens kotangensin də işarəsi yenədən müsbətdir. İndi baxaq tangens 125-ə. Tangens 125 ikinci rübün bucağıdır. İkinci rübdə tangensin işarəsi mənfidir. Mənfini mənfiyə vursaq müsbət. Yəni A bəndini götürmürük. B bəndi. Sinus 135-dir. 135 ikinci rübün bucağıdır. İkinci rübdə sinusun işarəsi müsbətdir. Vurulsun. Tangens 195. 195 üçüncü rübün bucağıdır. Yəni tangensin işarəsi də müsbətdir. Müsbəti müsbətə vursam müsbət. C bəndi. Tangens 280. Tangens 280 dördüncü rübdür. Dördüncü rübdə tangensin işarəsi mənfidir. Vurulsun. Kotangens 160. Kotangens 160 dərəcə ikinci rübdür. İkinci rübdə də kotangensin işarəsi mənfidir. Mənfini mənfiyə vursaq müsbət. Bizdənsə mənfini istəyir. D bəndi. Nə baxaq? Tangens 130. Tangens 130 ikinci rübün bucağıdır. Mən C bəndinə baxmalıyam. Tangens 280. Tangens 280 baxdıqca bəndinə D bəndi. Tangens 130. 130 ikinci rübün bucağıdır. Yəni mənfidir. Buraq kotangens 160. Kotangens 160 deməli ikinci rübün bucağıdır. İşarəsi mənfidir. Mənfini mənfiyə vursaq müsbət. Baxaq Y bəndinə. Tangens 310. 310 dördüncü rübün bucağıdır. Dördüncü rübdə tangensin işarəsi mənfidir. Vurulsun. Tangens sinus 220. Sinus 220 deməli dördüncü rübün bucağıdır. Dördüncü rübdə sinusun işarəsi mənfi.
Mənfi, mənfi, müsbət. Biz burada hansısa bəndi qatdıq. C bəndini, D bəndinə yenidən baxaq. Tangez 280. Tangez 280 deməli 4-cü rübün bucağıdır. 4-cü rübdə tangezin işarəsi mənfidir. Kosinus 300. Kosinus 300 4-cü rübün bucağıdır. İşarəsi müsbətdir. Mənfini müsbətə vursaq, mənfi. Yəni doğru cavabımız nə oldu? C bəndi. 21-ci sual bundandır. 22-ci suala baxaq. Bizə deyir ki, bərabər yanlış bucaqda oturacağı bitişik bucaq betadır. Və kosinus betanın qiymətini veribdir. Bizdən təpədəki bucağın özünü, dərəcə ölçüsünü istəyir. Yaxşı. Gəlin bir dənə bərabər yanlış bucağımızı çəkək. Aha. Bizə deyir ki, təpədəki bucağı deməli betadır. Yox, oturacağı bitişik bucağı betadır. Bərabər yanlış bucaqda bildiyimiz kimi yan tərəflər bərabərdir. Oturacağı bitişik bucaqlar bərabərdir. Yəni, oturacaqdakı bir bucağımız betadırsa, digər də betadır. Əgər bu bucağımıza alfa desək, onda biz nə yazmalıyıq? Alfa üstə gələk 2 beta. Bildiyimiz kimi üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Alfa üstə gəl 2 beta 180-ə bərabərdir. İndi bizə verdiyi qiymətə baxaq. Kosinus beta 2-də kökdə 3-dür. Biz də bilirik ki, kosinus 2-də kökdə 3-ü deməli neçədə alır? 60 dərəcədə, 30 dərəcədə alır. Yəni deməli betanın qiyməti nəyə bərabərdir? 30-a bərabərdir. Betanın qiyməti 30-dursa, alfanın qiymətini nətər tapırıq? 30-dan 30-u toplayıb 180-ə çıxırıq. Və yaxud buradan yaza bilərik, alfa bərabərdir 180 çıxılsın. 2 beta, yəni 2 vur 30, 60, 180-dən də 60-ını çıxsaq 120 dərəcə. Yəni, oldu cavabımız C bəndi. Hı -hı. 24-cü sualımızda yenə pi bölək 4-dür, pidir, yəni sırf bucaqlarda qiymətdir. Siz hesaplayarsınız. 26-cı sualımıza baxaq. Bizə deyir ki, A-nın hansı qiymətində ifadənin qiyməti mənfidir. Gəlin ifadəmizi yazaq. A kvadratı çıx 25 vurulsun sinus 3. Elə buradaca sinus 3 nədir? Radianda. Əvvəlcə biz bunu çevirək nəyə? Dərəcəyə. Çevirmək üçün nə edirik? Vururuq 57-yə. Sonra vuraq kosinus 1 radian. Bunu da çevirmək üçün vururuq 57 dərəcəyə. Vuraq tangens yazaq. 4 vurulsun 57-yə. Bərabərdir. A kvadratı çıxaq 25-i saxlayaq hələ ki. Sinus 57-ni 3-ə vursaq 171 dərəcə. Vuraq kosinus 57 dərəcə. Vurulsun tangens 228 dərəcə. Bərabərdir. Aha, indi fikir verin. Burada deməli 171 dərəcə neçənci rübün bucağıdır? 171 dərəcə ikinci rübə düşür. İkinci rübdə sinusun işarəsi müsbətdir. Kosinus 57 dərəcə birinci rübün bucağıdır. İşarəsi müsbətdir. 228 dərəcə üçüncü rübə düşür. Üçüncü rübdə tangensin işarəsi müsbətdir. Bizdən istədiyi nədir? Bizə deyir ki, A-nın hansı qiymətində ifadənin qiyməti mənfidir. Mənfidir deyirsə, deməli, bunların hamısı üçün müsbət qalsa, müsbəti müsbətə vursam, bu üç müsbətin hasili müsbət verir. Deməli, mənim hansı ifadəm üçün mənfi lazımdır? A kvadrat çıxaq 25 üçün mənfi olmalıdır ki, yekunda hasilin işarəsi mənfi olsun. Yəni, A kvadratı çıx 25-i və kiçik eləməliyəm 0-dan. Bildiyimiz kimi bu kvadrat bərabərsizlikdir. Kvadrat bərabərsizliyi həll etmək üçün köklərini tapırıq. Əvvəlcə bunu
müxtəsər vurma düsturu ilə açıq 5a üstə gəl 5 kiçikdir 0 şəklində yazaq. Kvadrat bərabərliyin həllini intervalla dediyimiz üçün köklərimiz nə olur? Müsbət 5, mənfi 5. Ədəd oxuna gedirik. Əvvəlcə mənfi 5-i qeyd edirəm, sonra müsbət 5. İşarəni təyin eləyək. Mənfi 5-dən kiçik bir ədəd götürürük. Tutaq ki, mənfi 6 gətirək. Burada yerinə yazaq. Mənfi 6 çıx 5 işarə oldu mənfi. Mənfi 6 üstə gəl 5 işarə oldu mənfi. Mənfini mənfiyə vursaq müsbət. Mənfi 5, 5 aralığından 0-ı götürək rahat hesablamaq üçün. 0-dan çıx 5. Mənfi 0-dan 5-i topla müsbət. Mənfini müsbətə vursaq mənfi. 5-dən böyük bir ədəd götürsək, tutaq ki 6, 6-dan 5 çıxdıq müsbət, 6-nın üstə 5 gəldik müsbət. Müsbəti müsbətə vursaq müsbət. Bizdən istədiyi kiçik sıfırdır, yəni cavabımız nə olur? Mənfi 5, 5 intervalı. Yəni A bəndi. Aha, keçək növbəti sualımıza. 27-ci sualda bundan eyni tipdədir deyə baxmırıq. Baxaq 28-ci suala. Deməli, 3 kosinus, əvvəlcə misalın verilişini yazaq. 3 kosinus x üstə gəl 5 sinus x 2 sinus x deməli üstə gəl kosinus x bərabərdir 2. Bizdən istədiyi nədir? Kotangez. Deməli, bunu iki üsulla deyə bilərik. Ancaq məncə bu üsul daha rahat üsuldur. Ona görə gəlin kosinus, bu adi bildiyimiz kəsir tənliyi nətər həll edirik? Çarpaz vurma ilə. Gəlin kosinusu və yaxud da sinusu bir-birindən ifadə edib kotangezdə gətirək yerinə yazaq. Çarpaz vursaq buradan biri bu ifadəyə vuranda bu ifadənin özü alınır. Yəni 3 kosinus x üstə gəl 5 sinus x bərabərdir. 2-ni vururuq nəyə? Bu ifadəyə. Vuranda da nətər vururduq? Vurub açırıq da, hərəsinə ayrı-ayrılıqda. 2-ni 2 sinus x-a vuranda 4 sinus x üstə gəl 2 kosinus x. Aha. Deməli, gəlin sinusları sol tərəfə yığaq, kosinusları sağ tərəfə yığaq. Deməli, 5 sinus x qalsın. 4 sinus x-i bərabərliyin digər tərəfinə keçirəndə işarə əksinə dəyişir. Bərabərdir. 2 kosinus x. 3 sinus kosinus x-i da yanına gətirdikdə işarə əksinə dəyişir, mənfi olur. Çıxaq 3 kosinus x. Aha. Deməli, 5 sinus x-dan 4 sinus x-i çıxsaq, eləcə sinus x bərabərdir. 2 kosinus x-dan 3 kosinus x-i çıxsaq, mənfi 1 kosinus x alınır. İndi, kotangez x bildiyimiz kimi sinus bölünsün kosinus deməkdir. Əsabla başlayın. Kosinus bölünsün sinus deməkdir. Kotangez istəyir bizdən. Bərabərdir. İndi kosinus x-i saxlayaq. Harda sinus x gördük, gətirək əvəzinə nəyə yazaq? Bu ifadəni yazaq. Yəni, mənfi kosinus x yazaq. Kosinus x-lar gedir, qalır nə? Mənfi 1. Aha, yəni Y bəndi. Gedək növbəti sualımıza. Deməli, 29-cu sual bundan eynidir deyə baxmırıq. 30-cu sual izah elədik. 30-cu suala da aid. Baxaq 31-ci suala. Deməli, bizə A bərabərdir. Sinus 180-ə, 130-a. Əvvəlcə verilənlərimizi yazaq. Sinus 130 dərəcəyə. B bərabərdir. Kosinus 140-a. C bərabərdir. Tangens 25 dərəcə. Aha.
Deməli, bizdən nə istəyir? Bizdən istəyir verilmiş bu ifadəni sadələşdirin deyir. Əvvəlcə gəlin baxaq. Kök altda b minus a-nın kvadratı üstəgəl modulda a üstəgəl c çıx b çıx c. Deməli, əvvəlcə bunu deyək ki, kvadratla kök dərəcəsi ixtisar gedir. Heç nə yazılmayıbsa 2 deməkdir. Kvadratın, deməli, kök altı ifadənin qüvvəti ilə kökün dərəcəsi ixtisar gedir, qalır. Cüt dərəcədən ədəd modulda çıxdığına görə modulda b çıxağa. Digərlərinin olduğu kimi hələ ki yazaq. Və modulu biz atmaq üçün, belə deyək də, moduldan cavabımızı qurtarmaq üçün biz nə etməliyik? İfadənin işarəsini təyin etməliyik. Biz bu ifadənin işarəsini də verilən trigonometrik ifadələrdən tapacağıq. Yəni, sinus 130 dərəcədə nəyə bərabərdir? Daha doğrusu işarəsi nədir? Sinus 130 dərəcə ikinci rübün bucağıdır. İkinci rübdə sinusun işarəsi müsbətdir. Kosinus 142-ci dərəcədir. İkinci rübdür, bağışlayın. İkinci rübdə kosinusun işarəsi mənfidir. Tangens 25 dərəcə birinci rübdür və birinci rübdə tangensin işarəsi müsbətdir. Gəlin baxaq. A hər hansı müsbət ədəddir. Buna yerinə hər hansı bir qiymət deməklə də deyə bilərsiniz. Müsbət bir, mənfi birlə qiymətləndirə də bilərsiniz. Ya da elə şifahi qiymətləndirməklə deyə bilərik. B-nin özü mənfidir. A müsbətdir. 2 mənfilər toplanır, işarə olur mənfi. A müsbət ədəddir, C müsbət ədəddir. 2 müsbəti toplasam alınar. Hər ikisi müsbətdir. 2 müsbəti toplasam yekunda işarəm olar müsbət. B mənfidir, C müsbətdir. Mənfi eyni işarələrin toplanmasıdır. İşarə olur mənfi. Aha, indi gəlin modulun mənfiyə görə moduldan çıxardaq. Deməli, bilirik ki, modulun əgər işarəsi mənfidirsə, moduldakı ifadə əksinə çıxır, müsbətdirsə özü çıxır. B minus A-nın əksi A minus B-dir. Üstəgələk, müsbət olduğu üçün A plus C-nin özü çıxır, A üstəgəl C çıxaq. Qarşıda işarə mənfi olan kimi moduldan çıxartdığımız ifadəni mötərizədə yazırıq ki, sonradan bu qarşıdakı işarəyə görə mötərizəni bir daha açaq. Yəni, modulun işarəsi mənfi olduğuna görə əksi çıxır, yəni C minus B çıxır. Amma qarşıda mənfiyə görə də bu mötərizəni bir daha açırıq. Buradan A ilə A-nı toplasaq nə eləyir? 2A. Qalanını saxlayaq. Mənfi B üstəgəl C. Qarşıdakı işarəyə görə içəridəkilər işarəsinin əksinə dəyişir. Yəni C çıx. Mənfini mənfiyə vursaq B. C üstəgəl B olur. Mənfi B müsbət B islah gedir. Mənfi C müsbət C islah gedir. Yekun cavabımız qalır nə? 2A. Yəni B bəndi. Növbəti sualımıza baxaq. 32-ci sual. Bizə deyir ki, deməli, bu nöqtə vahid çevrə üzərində olarsa, M-in mümkün tam qiymətini tapaq, mümkün qiymətini tapaq. Vahid çevrə üzərində olmaq nə deməkdir? Yəni, çevrənin radiusu 1-ə bərabərdir. Əgər vahid çevrədirsə, deməli, bu çevrənin koordinat başlanğıcı, daha doğrusu mərkəzi koordinat başlanğıcındadır. Mərkəzi koordinat başlanğıcında olan nöqtənin koordinatları verilibdirsə, həmin bu radiusun uzunluğu da 1-ə bərabərdir deyə nöqtənin koordinatlarını da gəlin deməli yenidən çəkək. Deməli, bu bizim olsun vahid çevrəmiz. Nöqtədə tutaq ki, buradadır. Qiyməti də verilibdir bizə. Nöqtənin koordinatlarına görə uzunluğu 1-ə bərabərdir deyə bizim deməli uzunluq vektorlar dərsində bunu daha geniş deyirik. Deməli, belə deyək də, vektorun uzunluğunu tapmaq üçün 2 kökdə 3-dən M-dir koordinatları. Tutaq ki, M. Deməli, mərkəzin koordinatları 0, 0 olduğu üçün əslində düsturumuz belə idi. X1 çıxaq, kök altı X1 çıxaq X2-nin kvadratı üstə gəlin Y1 çıxaq Y2-nin kvadratı. İndi bizdə koordinat başlanğıcı 0, 0 olduğu üçün düsturumuz bu formada qalır. Deməli, kök altda mənfi 2-də kökdə 3-ün kvadratı üstə gələk M-in kvadratı bərabərdir 1-ə.
Hər tərəf kvadrata yüksəlsək, kvadrat mənfini yer, qalır nə? 4-də 3, üstə gəl, m kvadratı bərabərdir 1-ə, m kvadratı bərabərdir 4-də 3-ü bərabərliyin digər tərəfinə keçirsək 1 çıxaq 4-də 3, yəni 4-də 4-dən 4-də 3-ü çıxırıq, qalır 4-də 1, m kvadratı 4-də 1-dirsə, m nəyə bərabərdir? Plus minus 2-də 1-ə. Bizdən dilə m-in qiymətini istəyirdi, tapmış olduq. D bəndi. Aha, keçək növbəti sualımıza. Deməli, 33-cü sualda deyir ki, bizə ABC üçbucağında, yəni üçbucağımızı çəkək. ABC. ABC üçbucağında bizə deyir ki, A bucağı 5-də 3 pi-dir. B bucağından C bucağına çıxdıqda 24 dərəcə alınır. B bucağının radian ölçüsünü tapın. B bucağının C-ni çıxdıqda. Gəlin bunu alfa, gamma, beta adlandıraq. Deməli, bura olsun alfa, bura olsun beta. Əvvəlcə bu A bucağını gəlin, deməli, 5-də 3 pi-ni çevirək dərəcəyə. Yəni, 5-də 3 vurulsun 180. Bərabərdir. 180 ilə 5 gedir. Burada qalır neçə? 36. 36-nı da 3-ə vursaq 108 dərəcə. Deməli, tapdıq ki, A bucağının dərəcə ölçüsü 108 dərəcədir. Bizə də deyir ki, B bucağından C bucağına çıxdıqda 24 dərəcə qalır. Yəni, alfa çıx beta 24-ə bərabərdir. Gəlin, bunu silim, yerimiz rahat çatsın. Alfa çıx beta bərabərdir 24-ə. Biz də bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Əgər A bucağının payına 108 qalıbdırsa, deməli, bu iki bucaq alfa betanın cəminə nə qədər qalır? 180-dən həmin 108-i çıxaram, qalır neçə? 72 dərəcə. Aldıq adi sistem tənlik. Həll eləyəndə tərəf-tərəfə toplasaq betalar gedir. 2 dənə alfa bərabərdir 96-ya. Alfa da bərabərdir 48-ə. Biz B bucağı ilə B bucağını alfa ilə işarələdiyimizə görə cavabımız olur nə? 48 dərəcə. Amma bizdən istəyir bunu nə ilə? Radianla ifadə eləmək. Yəni, bunu da vururuq nəyə? 180-də pi-yə. Bunu da ixtisar aparsaq. Deməli, 180-dən 48-ə aparaq. 4-ə ixtisar aparaq. Burada qalsın 12. Burada qalsın 45. 45 ilə 12-də deməli 3-ə gedir. Burada qalır 4. Burada da qalır 15. Aldıq neçə? 15-də 4 pi. Baxaq 34-cü suala. Deməli, bizə deyir ki, sinus alfa vurulsun, kotangens betanı tapaq. Gəlin bu şəkli çəkək, daha rahat görərik burada. Deməli, bizə deyir ki, kvadratı 9 bərabər kvadrata ayrılıbdır. Gəlin biz də ayıraq.
Hə, deməli, alfanı bizə veribdir. Burada verib alfa. Burada verib beta. Gəlin əvvəlcə alfa ilə verilənə baxaq. Deməli, bizim alfamız harda verilibdir bu hissədə? Biz buradan, əgər bu üçbucaqdan, biz bunu üçbucaq qaydasına baxacağıq. Nətər demişdik? Sinus alfa nə ilə tapılırdı? Qarşı katetin hipotenuza nisbəti ilə. Deməli, alfa burada verilmiş üçbucaqda tərəfin uzunluğunu tam bilmədiyimizə görə, gəlin alfanı paralel düz xəttin kəsənin əmələ gətirdiyi, deməli, uyğun bucaqlara görə alfanı köçürdək bura. Baxın nətər. Alfa bucağı bu hissədədir. Bir dəqiqə mən alfanı yaxşı qeyd edeyim. Gəlin bunu elə misalın üzərində qeyd edeyim. Deməli, alfanı bizə vermişdi burada. Alfa bu qarşılıqlı bucaqdır deyə alfanı, bura alfadırsa qarşı tərəfi də alfadır. Sonra çarpaz bucaqlara görə alfanı keçirdirik bura. Yəni yekunda alfa gəlir harda? Bu hissədə durur. Deməli, bu və yaxud da uyğun paralel düz xəttin kəsən əmələ gətirdiyi uyğun bucaqlara görə bura alfadırsa, burada alfadır. İndi baxırıq, bax bu üçbucağı adlandırım, gəlin üçbucağımızı A, B, C deyəcəm bu üçbucağımıza. Deməli, bu üçbucaqda alfanın sinusunu tapaq. Bizdən istəyir sinus alfanı. Sinus alfa nə idi? Sinus alfa bərabərdir. Qarşı katetin hipotenuza nisbəti ilə tapılır deyə, alfanın qarşısında duran katet bərabər kvadratlara ayrılıb dedikdə, yəni onu nəzərdə tuturuq ki, hamısının tərəfi 1-ə bərabərdir. 1-1-dirsə bunun ümumi uzunluğu 2-yə bərabərdir. 1 dam olduğu üçün bura 1-1-ə bərabərdir. 2 1-ə görə Pifaqordan hipotenuzu tapsam kök altda kvadratları cəmi, yəni 4 üstə gəl 1 eləyir kökdə 5. Hipotenuzun uzunluğuna tapıram kökdə 5, yəni AC-nin uzunluğu. Alfanı nətər tapıram? Qarşı katet, yəni BC-nin AC-yə nisbəti ilə bərabərdir. BC oldu 2, AC oldu kökdə 5. Sinus alfanı tapmış olduq. İndi gedək kotangens betanı tapaq. Kotangens betanı tapmaq üçün gəlin bunu güncə. Kotangens betada da. Biz burada verilibdir. Bizim betamızı harda veribdir? Burada. Gəlin əvvəlcə baxaq. Yenə uyğun bucaqlara görə betanı köçürdürəm bura. Bura oldu beta. Bura betadırsa bizdən nə istəyir? Kotangensi. Kotangens nə idi? Bitişik katetin qarşı katetə nisbəti ilə tapılır. Kotangens betada bitişik katetimiz 1-dir. Qarşı katetimiz 1, 2, 3. Deməli, kvadrat getdiyimizə görə 3-ə bərabərdir. Yəni, kotangens betanın qiyməti olur nə? 1-in 3-ə nisbəti ilə tapılır. Bizə də deyir, sinus alfanı vur kotangens betaya, yəni kökdə 5, kök altda 5-də 2-ni vururuq 3-də 1-ə. Bu da nə eləyir? 3 kökdə 5-də 3 kökdə 5-də 2. Baxırıq ki, cavabı bu şəkildə verməyibdir. Gəlin, irrasionallıqdan azad eləyək verilmiş cavabımızı. Yəni, irrasionallıqdan azad eləyəndə nə edirdik? Sürətdə məxrəcin qoşmasına vuraq. 3 kök altda 5 vuraq. Məxrəci də kökdə 5-ə vururuq. Sürətini də kökdə 5-ə vururuq. Alınır nə? Buradan alınır 15-də 2 kökdə 5. Yəni B bəndi. Baxaq növbəti sualımıza. Deməli,
35-ci sual bizə deyir fx bərabərdir kosinus 6x, sinus 3x. Yenə f pi bölək 4 istəyir. F pi bölək 4 nə deməkdir? Harda x gördük, aparıb yerinə pi bölünsün 4 yazırıq, hesablayırıq. 36-cı sual. 3 sin sayfa çıxaq, kosinus sayfa. Yenə düzbucaqlı üçbucaq qaydasıdır bu. Gəlin burada bir dənə yalnız çevrəni çəkməyəcəm, ancaq oradakı düzbucaqlı üçbucağı qeyd eləyirəm. Deməli, bu formada verilibdir bizə. Buradan bura kimi 3'dür. 5 ox üzərindəki bu 5 bizə göstərir ki, yəni çevrənin radiusu 5-ə bərabərdir. Elə bax bu O K deyək. Bu OK da çevrənin radiusudur. Yəni çevrənin radiusu 5-ə bərabərdirsə OK 5-dir. Bildiyimiz kimi düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda Pifaqor üçlüyünə görə 3, 4, 5 deməli K burada 1 B deyək. KB də 4-ə bərabərdir. İndi bizdən istəyir sinus alfanı. Alfa buradadır. Sinus alfa qarşı katetin hipotenuza nisbətidir. Yəni 4-ün 5-ə nisbətidir. Dördün 5'ə nisbəti. Bu bizə sinus alfadır. Bir də bizdən istəyir kosinus alfanı. Kosinus alfa bərabərdir nəyə? Deməli, bitişik katetin hipotenuza nisbəti, yəni 3-ün 5'ə nisbəti. Gəlin indi bizədən istədiyi ifadənin qiymətini tapaq. 3 vuraq sinus alfa. Sinus alfaya nə tapdıq? 5'də 4. Gətirək yerinə yazaq. 3 vuraq 5'də 4. Çıxılsın 2 vuraq 5'də 3. Bərabərdir. 5'də 4'ü 3'ə vuranda 5'də 12. Çıxaq 5'də 6. Bu da eləyir nə? 5'də 6, yəni 1,2. Baxaq növbəti sualımıza. Deməli, bizə deyir ki, ABCD kvadratı 25 bərabər kvadrata bölünübdür. Yenə YAD-ni veribdir. AD yeni veribdir. Bizdən istəyir tangens alfa kosinus betanın qiyməti. Gəlin o üçbucağı çəkək. Deməli, bura alfadır. Bura betadır. Yenə biz damalarla istəyirik. Deməli, baxırıq ki, oturacağı neçədir? AD belə deyək də. AD neçə damadır? 1, 2, 3, 4, 5 damadır. Deməli, AD 5'dir. Sonra, burada da Y nöqtəsidir. Buradan bir dənə Y, H hündürlüyü endirək. Gəlin, baxaq görək YH neçədir? Neçə damadır? 1, 2, 3, 4. 4 damada budur. Yəni, bura düşür neçə? 4. Aha, indi buradan bura kimi 2 damadır. Buradan bura kimi 3 damadır. Gəlin indi baxaq görək bizdən nə istəyir? Tangens alfa. Tangens alfa bildiyimiz kimi qarşı katetin bitişik katetə nisbəti ilə tapılır. Yəni tangens alfa bərabərdir. Qarşı katetimiz 4'dür. Bitişik katetimiz 2'dir. Yəni 2'yə bərabərdir. Sonra kosinus beta. Kosinus beta. Kosinus beta bitişik katetin hipotenuza nisbəti ilə tapılır. 3 4'ə görə hipotenuzumuz olur 5, yəni 3'ün 5'ə nisbətidir. 3 bölünsün 5. Bizdən də istəyir bunların cəmini, yəni 2 üstə gələk 5'də 3, yəni 2 tam 5'də 3. Onluq kəsirlə desək 2 tam 10'da 6. Baxaq 38-ci sualımıza. Deyir ki, bizə dairəvi yolda
A nöqtəsindən saat əqrəbinin əksi istiqamətində başlayan avtomobil 2də 5 pi radianlıq buca qədər hərəkət etdikdən sonra. Gəlin əvvəlcə bu 2də 5 pini çevirək dərəcəyə. Görək bu neçə dərəcə gedibdir. 2də 5 pinin əvəzinə yazıram 180 dərəcə. Bu da eləyir neçə? Deməli 90-ı 5-ə vururuq, 450 dərəcə. 450 bir tam dövr vurur. Yəni 360-ını bundan çıxardaq. 450 çıxılsın 360. Eləyir neçə? 90. Gəlin dədə doxunda bunu qeyd eləyək. Deməli bu avtomobil gəlib, bu qədər getdikdən sonra gəlib dayanıbdır burada. Saat əqrəbinin əksinə hərəkət eləyib, gəlib dayanıb, bax bu 90 dərəcədə. Sonra deyir ki, qaldığı nöqtədən yenə eyni istiqamətdə 4də 13 pi radianlıq hərəkət eləyibdir. Yəni biz yenə 4də 13-ü gəlin, 4də 13-ü biz çevirək radian dərəcəyə, yəni 180-ə vuraq, pinin əvəzinə 180 yazdıq. 180-lə 4-ü aparsaq, alarıq 45, 45-i də vuraq nəyə? 13-ə. Deməli, 10-a vursaq 450, üstə gələk 3-ə vursaq, deməli 135. Bu da eləyir neçə? 585. Deməli, bundan sonra da 585 bir gedibdir. İndi bu 90 dərəcədən başladı, hərəkət elədi, gəldi bu 90-a çatanda bir 360 qət eləmiş olur. Yəni bu 585-dən bir 360-ını ataq, qalsın nə qədəri? 5, 2, 2. Yəni 225 dərəcə. Deməli, bu 90-ın üstünə bu gəldi, bir də 90-a. 90-ın üstünə biz yenidən gəlməliyik 225-i. 225-i də 180-ni gəlsək, bu 90-dan 270-ə kimi 180 dərəcə gəlir. Üstünə də neçə gəlsək, 45 gəlsək, bir 45 dərəcədə əlavə eləsək, gəlib çıxar nəyə? 225 dərəcəyə, yəni düşər bura. Bizdən görək nə istəyir? Bizə deyir ki, B nöqtəsində dayanır. Bu da oldu nə? B nöqtəmiz. A nöqtəsi də buradır. Bizdən nə istəyir? AB-nin dərəcə ölçüsünün kiçik qiymətini istəyir. Deməli, kiçik qiymətini istəyirsə, cavabımız olacaqdır elə 45 dərəcə. 39-cu sual eyni ilə bundandır, baxmırıq. Deməli, 40-cı sual bayaq izah etdiyimdəndir. Aypanı köçürdük, düz bucaqlı üç bucağa baxırıq. Deməli, 41-ci suala baxaq. Kosinus alfa açıq, kosinus beta açıq, sinus beta, aşağıda da cəmi. Gəlin biz bu alfa betaya görə, əvvəlcə bu AB-yə görə sinusu, kosinusu tapaq. Düz bucaqlı üç bucağımız verilibdir, daha çəkmirəm mən. Deməli, əvvəlcə başlayaq kosinus betadan. Kosinus beta bərabərdir. Beta kosinusu tapılır bitişik katetin hipotenuza nisbətindən. Betaya bitişik katetimiz A hipotenuzumuz C-dir. Yəni A bölünsün C-dir. Sinus beta bərabərdir. Deməli, sinus beta qarşı katetin hipotenuza nisbəti olduğu üçün B-nin C-yə nisbəti ilə tapılır. Sonra tapaq nəyi? Kosinus alfanı. Kosinus alfa tapılır. Deməli, qarşı katetin, bitişik katetin, yəni alfaya bitişik katetimiz bizim B olduğu üçün B-nin C-yə nisbətidir. Sinus alfa bərabərdir. Qarşı katetin hipotenuza, yəni A-nın C-yə nisbətinə. İndi bizdən nə istəyir? Deyir, kosinus beta çıx, sinus beta. Kosinus betanın yerinə yazıram C-də A çıxılsın. Sinus betanın əvəzinə yazıram C-də B. Məxrəcdə də kosinus alfa ilə sinus alfanı toplamalıyam. Yəni C-də B üstə gələk. Deməli,
C-də A. Bərabərdir. Belə məxrəcləri ünvan kəsirlərinin çıxılmasıdır. Deməli, bunun məxrəc olduğu kimi qalır, sürətlər çıxılır. A çıxaq C-dir. Bərabər 3/1-imiz də var, onu da yadımızda saxlayaq, sadələşdirib, sonra təni kimi əldə eləyərik. Ya istəyirsiniz, gəlin elə burada çəmbəri başlamına bərabər 3/1-ni yazaq. Bərabərdir 3/1-ə. Deməli, məxrəclərin ünvan kəsirlərin çıxılması deyə sürətdə alınır A çıxaq B, məxrəc olduğu kimi qalır. Kəsir xətti bölmə əməlini əvəz edir, bölək. Deməli, C-də A plus B. Bərabərdir nəyə? 3/1-ə. 3/1. İndi kəsiri bölmək üçün birinci olduğu kimi qalır, ikincinin tərsinə vururuq. Gəlin buradan yazaq. A çıxaq B-də bölünsün, C vurulsun. A plus B-də C-yə. Bu da bərabərdir nəyə? 3/1-ə. C-lər gedir. Nə qalır buradan? Deməli, gəlin buradan rahat yazaq. Bunlar bizə lazım deyil. Nə aldıq? Aldıq ki, A çıxaq B bölünsün A üstə gələk B bərabərdir 3/1-ə. Bizdən də istəyir ki, B-də A ifadəsinin qiymətini tapaq. Deməli, mən buradan bu çarpaz vurub B-ni A ilə ifadə edib, gətirib verilmiş bizdən soruşduğu kəsirdə yerinə yazarıq. Çarpaz vursaq, 3A-ya vurulur 3A, çıxaq 3B, ifadə şəklində vurulur təbii ki. Bu məxrəci bura vururuq, biri də bu ifadəyə vururuq. Biri ifadəyə vuranda ifadənin özü alındığı üçün A üstə gələk B. A-ları bir tərəfə yığaq, B-ləri bir tərəfə yığaq. 3A, A-nı da yanına gətirsəm işarə əksinə dəyişir. 3A-dan çıxıram, A-nı eləyir 2A. Bərabərdir. B-ni bu üzə tullasaq, 3B-ni olur nə? 4B. İşarə müsbət olur, toplanır. A da bərabərdir nəyə? 2-yə bölsəm hər tərəfi A bərabərdir 2B-yə. Gətirək burada harda A görürük, yerinə 2B yazaq. 2B bölünsün B. B-lər gedir, qalır nə? 2. Baxaq növbəti sualımıza. İkinci sualda deyir ki, bizə tangens alfa üstə gələk 30 bərabərdir 1-ə. Biz bilirik ki, tangens 1-i 45-də alır. Deməli, alfanın qiyməti neçəymiş? 15 imiş ki, 30 ilə toplayanda bizə nəyi verir? Deməli, 45-i verir. Alfa 15-dirsə gətirək bizdən istədiyi ifadədə də alfanın qiymətini yerinə yazaq. Bu bizə verdiyi 0 kiçik alfa kiçik 90 deməkdir ki, yəni alfa birinci rübün bucağıdır. 2 sinus, yəni 2 vuraq sinus, 75 üstə gələk 15. Alfanın yerinə 15 yazırıq. Sonra üstə gələk 10 vurulsun kosinus 75 çıx 15. Bərabərdir. 2 sinus 75 ilə 15-i toplasaq 90 dərəcə. Üstə gələk 10 kosinus 75-dən 15-i çıxsaq 60 dərəcə. Bərabərdir. Sinus 90-da 1-ə bərabərdir. 2-ni 1-ə vuranda 2 üstə gələk. Kosinus 60-da 2-də 1-ə bərabərdir. 10-u 2-də 1-ə vurmaq 2-yə bölmək deməkdir. Yəni, yekun cavabımız eləyir neçə? 7. Ee, 43-cü sualımız bundan eynidir. Baxaq 44-cü sualımıza. Sinus alfa müsbətdir, kosinus alfa mənfi olduğu rüb istəyir. Gəlin də doxunu çəkək. Rahat burada işarəmizi təyin eləyək. Deməli, sinus alfanın müsbət olduğu rüb birinci, ikinci rübdür. Sinusun bu sinusdur. Sinus oxudu. Bu kosinusdur. Burada kosinusdur. Burada sinusdur. Sinusun müsbət olduğu rüb birinci və ikinci rüblərdir. Amma kosinusun birinci rübdə kosinus müsbət, kosinusun mənfi olduğu rüb ikinci rübdür. Deməli, 1-ə uyğun gəlir ikinci rüb, yəni A bəndi.
Tangensin mənfi, kotangensin mənfi olduğu. Tangens və kotangens hər ikisi rüblərdə eyni şar aldığı üçün hər ikisi də 2 və 4 də mənfidir. Yəni 2-yə uyğun gəlir B bəndi. Sinusun mənfi, kosinüsun mənfi olduğu rüb, hər ikisinin mənfi olduğu rüb 3-cü rübdür ki, sinus da mənfidir, kosinus da mənfidir. Yəni 3-ə də uyğun gəlir D bəndi. İndi gəlin baxaq görək, burada əlavə də bizə veribdir. Sinus sayfa vuraq, kosinus sayfa deyir, 0-a bərabərdir. Hadisənin 0 olması üçün vuruqlardan heç olmasa biri 0 olmalıdır. Ona görə də biz deməli bizə verdiyi bərabərsizlərdə heç birində bərabər işarəsi olmadığı üçün C bəndinə baxmırıq. Y bəndi sinus sayfa ilə kosinus sayfanın hasilinin müsbət olması üçün hər ikisinin ya müsbət ya da hər ikisinin mənfi olmağı lazımdır. Baxdıq ki, birincidə sinus kosinusda müxtəlif işarəli deyə hasil mənfi verir, amma üçüncüdə hər ikisi mənfi işarəlidir deyə hasil müsbət verir. Deməli 3-ə həm də nə uyğun gəldi? Y bəndi uyğun gəldi. Aha, 45-ci sualımızda eyni ilə bundandır. Siz özünüz baxarsınız. Yəqin ki, izahı başa düşdünüz. 46-cı sualda yenə işarədir. Sırf işarə ilə deyəsiniz. Yəni, məsələn, gəlin elə 46-cı suala baxın. Ondan da yekunlaşdıraq. Deməli, deyir ki, bizə alfa 75 dərəcədir. Kosinus 75 vurulsun. Kotangens 75. Gəlin, baxaq görək, işarələri nədir? Kosinus 75 birinci rübdür, müsbətdir. Kotangens 75 birinci rübdür, işarə müsbətdir. Hasil eləyir nə? Müsbət. Bəli, 1-ə uyğun gəldi həqiqətən A bəndi. 210 dərəcə. 210 dərəcə B bəndinə baxaq. Məsələn, sinus 210 vurulsun. Deməli, 210 vurulsun. Kosinus 210. 210 üçüncü rübün bucağıdır. Sinus üçüncü rübdə mənfidir. Kosinus üçüncü rübdə mənfidir. Mənfini mənfiyə vursaq, müsbət eləməli idi. Amma burada mənfi verir deyə, deməli 210 B bəndinə uyğun gəlmir. Sonra C bəndi üçün 210-u yoxlayaq, gəlin. Sinus 210 plus kosinus 210. Mənfi ilə mənfini toplasaq işarə nə eləyər? Mənfi eləyər. Bəli, həqiqətən də burada nə veribdir? Mənfi veribdir. Deməli 2-yə uyğun gəlir C bəndi. Eyni qayda ilə 3-ü də yoxlayırsınız. İnşallah növbəti dərslərdə görüşərik.